Deməli, burada mənə məhsullar və qiymətlər qarmaqarışıq vəziyyətdə verilib. Məndən istənilən odur ki, burada yazılan qiymətlərlə məhsulların adlarını ayrı-ayrı sütunlara bura köçürüm. Yəni məhsulların adlarını bura köçürülsün, qiymətlər isə bura köçürülsün. Bir-bir oturub bunları yaza bilərsiniz, təbii ki, burada azdır. Amma ola bilər ki, çox olsun, 1500 dənə və sair verilsin sizə. Nümunə üçün indi mən 5 dənəsini, 6 dənəsini yazmışam. Bir-bir oturub yazmaq problem olar, düzdürmü? Çox vaxtımızı aparar. Bəli. Bu zaman biz istifadə edirik Go to-dan, Ctrl-C-dən. Necə edirəm? Bu hissəni seçirəm. Hissəmi seçəndən sonra Ctrl-la C-ni vururam. Go to hissəsinə special var. Spacing-ə girirəm, xüsusi. Buradan konstanta vururam. Sadə ədədlərdir də bizdə, mətinləri, bir də tekst rəqəmlərdir. Konstanta vurduqdan sonra nələri sabit saxlamaq istəyirəmsə, onun qalçıqasını saxlayıb digərlərini götürürəm. Təkcə deyirəm rəqəmlər qalsın. Bax, bunların qalçıqasını götürdüm, tək rəqəmləri saxladım, number. Və OK-yi vurdum. Baxın, digərləri bozuntul oldu. Sadəcə rəqəmlər qaldı. Ctrl-C ilə indi kopyaladım. Gətirdim buradan qiymətlər hissəsinə, Ctrl-V ilə yapışdırdım. Vəsə. Yəni olan hissədən sadəcə rəqəmləri götürüb, sabit saxlayıb digər hissəyə köçürə bilirəm. İndi tekstləri edək. Yenə eyni yolla. Bir də edirəm. Seçdirəm hissəmi. Ctrl-C-ni vurdum. Gəldim Go to hissəsinə. Daxil oldum Spacing. Buradan gəldim konstanta. Sabit saxladım. Sabit deməli nələri saxlamalıyam? Mətinləri bu dəfə, düzdürmü? Yəni tekstim qalmalıdır. Number'ın qalçıqasını götürürəm. Logicalı götürürəm. Errorsuz götürürəm. Teksti saxlayıram. OK vurdum. Bax, sadəcə mətinlər bozardı. Mətin olan hissələrim qalıb. Ctrl-C ilə kopyaladım. Gətirdim buraya, yapışdırdım. Vəsə. Bunu da yerləşdirdim. Bitdi, getdi. Cədvəl hazırdır. Yəni mənə verilən hissələrdən hər birini sadəcə ayıraraq düzgün şəkildə düzə bilirəm. Başa düşdünüzmü bunu? Bəli. Çox gözəl. Əla. Kopyalamanın qısa yolu nə idi? Ctrl-C. Yapışdırmaq. Ctrl-V. Əla. Kəsmək. Ctrl-X. Əla. İndi bunu siz də sınayın.